amaçımız Şuşa şəhərinin mədəniyyət paytaxtı elan eləməsi və eyni zamanda mədəni tədbirlərin Şuşada keçirilməsi bizi özümüzə qaytarır. Zəfər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə böyük qayıdışa, tarixi zəfərimizə dair foto şəkillərin sərgisi təşkil edilib. Böyük qayıdışa dair video filmlər təqdim edilib. Həmçinin qayıdışla bağlı, tarixi zəfərimizlə bağlı yeni işıq üzü görən nəşrlər təqdim edilib. Bugünkü gün artıq Şuşamızda 1409 nəfər, 377 ailə məskunlaşıb və növbəti mərhələdə biz daha çox əhalimizin qayıdışını gözləyirik. Bir də bu kimi tədbirlər böyük qayıdış proqramı çərçivəsində və növbəti mərhələdə aidiyyatı qurumlar tərəfindən həyata keçirilməsində dəstəyi olan, zəhməti olan təşkilatlara təşəkkürümüzü bildiririk. Bəli, bugün Qarabağa həyat qayıdır, Şuşaya səs qayıdır, məktəblərin ən möcüzəvi səsi olan uşaqların səsi, gülüşü qayıdır. Və bu cür tədbirlər işğaldan azad olunmuş torpaqlarda daha çox keçirilməlidir. Bu tədbirlərin keçirilməsində də mən Dövlət Komitəsi artıq bu tip tədbirləri işğaldan azad olunmuş ərazilərdə artıq neçənci dəfədir müxtəlif adlar altında keçirilir, yəni müxtəlif istiqamətlər üzrə və bunu davamlı olmasını arzulayıram.